Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bu dəqiqələrə çox önəmli bir məlumatı diqqətinizə çatdırım. Tətil günlərində Bakının əsas yolları bağlı olacaq. Məhz Manşeta saytı özəl mənbələrə istinadən bu barədə məlumat verir ki, Səbail rayonu Badamdar şossesi 20-ci sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsməsinə qədər, Nəsimi rayonu Şəmsil Bədəlbəyli küçəsi, Binəqədi rayonu Ziya Bünyadov prospekti, Atatürk prospektindən Azadlıq prospektinə qədər, Nərimanov rayonu Ziya Bünyadov prospekti, yan yol nəzərdə tutulur. Nizami rayonu Musa Əliyev və Oktay Vəliyev küçələrin hissə orada da, Yasamal rayonu Akif Abbasov küçəsi, Həsən bəy Zərdabi küçəsindən Şəfaət Mehdiyevi küçəsinə qədər təmir işləri ilə əlaqədar olaraq 29-u axşam saat 10-a qədər yollar bağlanır. Əziz dostlar, bu demək olar ki, Bakıda əgər maşınlar çox olacaqsa, əməlli sıxlığa səbəb olacaq. Ona görə də indidən ehtiyat tədbirlərinizi görün. Manşeta saytı bütün oxucularımızın rahatlığını nəzərə alaraq əvvəlcədən xəbər verir. Gözünüz Manşeta saytında olsun.